Valla gəlmişim pistaniya işləməyə. Xəstəydim, gəlmişdim kardiyo eləməyə, amma yenə də ayağı unutmadım. Dedim, ayaq gündür, bu ayağımı işləyim. Ayaq məşqində nə qədər ki, yarımçıq oturacaqsınız, qorxa-qorxa oturacaqsınız, bir o qədər də diz bağlarımız nədə görəcək. Texnikanı mükəmməl işləmək lazımdır. Yəni, bir göstərəcəm. Mən işləyəcəm, mən də göstərəcəm. Bakın. Çərdiyiz, hərəkətə çəkdiyiz, tut ayaqla, götürdünüz. Yanlış düşürlər üstündə. Nəfəs boğma aldır içəri. Düşürsünüz. Mən buradan qalxırsınız. Nəfəs boğma alınır içəri. Düşürsünüz, qalxırsınız. Bu qaydada işləməsən, sənin ayaq əzələlərin yaxşı yumuşaq eləməyəcək, bətərlərin də olacaq yumuşaq. Nasıl?